Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər və müdavimlər. Hər birinizi xoş gördük. Bugün müəllimlərin işə qəbul imtahanlarında tarix və coğrafiya fənləri üzrə test mərhələsi həyata keçirildi. İştirakçılardan biri də mən idim. Tarix fənni üzrə bugün imtahanda iştirak etdim, lakin yalnız kurikulum hissəsini yazdım, tarix hissəsini yazmadım. Çünki kurikulum sualları ilə tanış olmaq üçün imtahanda iştirak edirdim. Tarix fənni ilə artıq 4 ildir məşğul olmuram. Bunu da qeyd edim ki, orta məktəbdə çalışmışam. Ağdam rayonunun Zəngişalı kəndində orta məktəbdə mən müəllimlik fəaliyyətilə məşğul olmuşam. Bəzən müəllimlər deyir ki, siz görməmisiniz məktəb falan, amma görmüşük yəni. İşləmişəm məktəbdə. Bugünkü imtahanda iştirak etdiyim üçün oradakı sualları daha yaxşı sizə təqdim edəcəm. Yəni əsas doğru cavabları tam şəkildə sizə təqdim edəcəm. Sualların şərti düzdür. Tam geniş yadımda qalmasa da 90% yəni uyğunlaşdırıb sizə təqdim eləyirəm. Elə suallar var ki, tam olduğu kimi yadımda qalıbdı, onları qeyd eləmişəm. Elələri də var ki, unutmuşam. Yəni normal olaraq yadda qalmır həqiqətən. Suallara gəlin baxaq. Bugünkü imtahanda 2 dənə kurikulumda deməli taksonomiya ilə bağlı sual var idi. Bir dənə fənn inteqrasiya ilə bağlı bir dənə inteqrasiya var idi. Qalanında situasiya idi. Bir dənə qiymətləndirmə var idi. Ən sonunda təfəkkürlə bağlı 2 dənə sual var idi bu dəfə. Belə qalanındakı situasiya idi. Qrup işi ilə bağlı, yəni iş formasında qrup işi ilə bağlı, liderlik ilə bağlı. Baxın, deyirlər ki, nəzəriyyədən sual düşmür. Amma özüm gözümlə gördüm. Mənəvi inkişaf nəzəriyyəsi Kolberg və emosional zəka nəzəriyyəsi Daniel Goleman. Bunlardan sual var idi bugün imtahanda. İkisini özüm gördüyüm sualları deyirəm, sırf tarixdə idi. Bəlkə coğrafiyada digər fənlərdən də olubdu, bilmirəm. Daha doğrusu digər deməli mövzulardan da olubdu. Gəlin baxaq suallara. Birinci sualımız ən asan sual tipi idi. Aha, burada yox, burada səhv düşübdü yeri. Birinci sualımız burada inteqrasiya ilə bağlı sualdır. Sırf imtahanda olan birinci sual inklüziv təhsil ilə bağlı idi, çox asan idi. Bu sualda deyilir ki, və bu arada bu suala az qala səhv yazırdım. Nəyə görə deyəcəm sizə. Deyir, müəllim şagirdlərə tarixi abidələr araşdırmağı, onların aid olduğu tarixi dövrü və memarlıq xüsusiyyətlərini müəyyən etməyi, müqayisə etməyi, daha sonra isə əldə etdikləri məlumatlar əsasında mətn yazmağı tapşırır. O tərəf, bu tərəf, yəni 95% eyni tipdir sual. Hətta bunun altında 4 dənə də xüsusiyyət yazılmışdı ki, şagird bunu edir, onu edir və s. 4 dənə də altında belə xüsusiyyətlər var idi. Mən onları qeyd eləməmişəm, lazım deyil. Çünki sualın mahiyyəti buradan bizə doğru cavabı verir. Sualda məni çaşdıran nə oldu? Son dövrlər tarix müəllimləri deyirdi ki, bəs bizim məzmun xətlərimiz dəyişdirilib, mədəniyyət çıxarılıbdır mı deyirlər, birləşdirilib mi deyirlər. Belə bir fikirləri sürmüşdülər. Amma mən həmişə öz müdavilərimə demişəm ki, bu inteqrasiyada məzmun xətləri ilə bağlı nəsə əgər yenilik olursa, hələ olma ehtimalı var gələcəkdə. Bunu biz 100%lik testlərdə görməyəcəyik. Özüm də aldanmışdım orada az qala. Burada məsələ nədir? Məlum məsələ, tarixdən danışırıq. Tarixə əlaqələndirəcəyik burada mətn yazmaqla, Azərbaycan dili ilə olacaq fənlər arası inteqrasiya. Digər variantları siləcəyik. Fənlər arası. Bu rahatdır. Bir də fən daxili hissəsi var. Fən daxili hissəsində isə tarixi dövr, yəni tarixi zaman məzmun xətti və memarlıq xüsusiyyətlərdəki mədəniyyət məzmun xətti ilə bağlı. İki məzmun xəttinin əlaqələndirilməsi fən daxili üfüqi inteqrasiya. Bu halda fən daxili inteqrasiyaya da burada rast gələcəyik biz. Fən daxili və fənlər arası olacaq cavabımız. Aydındır? Yəni fən daxili inteqrasiya da burada öz əksini tapır. Cavab fən daxili və fənlər arası elə imtahanda da B variantı çıxdı. Yəni B deyəndə mən burada B yazmışam, orada yadımdan çıxıb hansı variantdaydı? Fən daxili və fənlər arası çıxdı. Sonra ikinci sualda diferensial təlimlə bağlı yanlış fikir, ən asan sual tipi. Burada deyilir ki, bir çox variantlar var idi. Deyir, şagirdlərin maraq və ehtiyacları nəzərə alınır. Bəli, düzdür. Şagirdlərin təlim prosesində fəallığın artırılmasına şərait yaradılır. Bu da düzdür. Şagirdlərin öyrənmə tərzi nəzərə alınır. Bu da düzdür. Şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınaraq müxtəlif təlim üsullarını istifadə, bu da düzdür. Orada hətta
variantın biri belə idi ki, şagirdlərin şəxsiyyət tipini nəzərə almaq, o da düz idi, yəni. Burada indi variant dəyişikliyi var. Əsas olaraq doğru cavabımız nədir? B variantı. Sinif dəyişdikcə tədris planının dəyişdirilməsi. Sinifdə diferensial təlim nədir ümumiyyətlə? Şagirdə fərdi yanaşmaq, onun maraq tələbatını, ehtiyacın, fəallığın artması, öyrənmə tərzinin, fərdi xüsusiyyətini nəzərə almaq. Sinif dəyişsə tədris planını dəyişdirməyə yönəlmir. Çünki bu dərslə bağlıdır. Diferensial təlim prosesində həyata keçirilən bir yanaşmadır. Buna görə B səhvdir. Doğru cavabın əsaslandırılması burada qeyd olunur. Bu PDF-i kim əldə etmək istəyirsə, mütləq şəkildə yazsın. 050 697 78 33 nömrəsinə yazın. Bu PDF-i sizə göndərək, üzərində işləyə bilərsiniz. Doğru cavabların əsaslandırmasını da qeyd eləmişəm. 050 697 78 33. Bəli. Növbəti sualımız, 3-cü sualda deyilir ki, müəllim müşahidə edir ki, şagirdlərdən biri son zamanlar dərs prosesində pasiv iştirak edir. Pasiv, sinif yoldaşları ilə ünsiyyət qurmur, ünsiyyətdən yayınır və ev tapşırıqlarını da yerinə yetirmir. Bu vəziyyətdə müəllimin atmalı olduğu ən düzgün addımı seçin. Burada 2 dənə variant var idi. Çox yaxın idi bir-birinə. Əlbəttə ki, baxan kimi düzgün cavabı seçmək çox rahat idi. Çünki məlum məsələdə, yəni əgər uşağın həm ünsiyyət problemi, həm passivliyi varsa, onun özünü ifadə etməyə şərait yaratmaq lazımdır. A-da deyir ki, dərhal valideynlə əlaqə saxlayaraq şagird haqqında məlumat toplamalıdır. Valideynlə əlaqə saxlamaqdan öncə birinci müəllim özü gərək ki, neynəsin? Prosesə yanaşsın, məsələni həll etməyə çalışsın. Ona görə də valideynlə əlaqə sonuncu addımlardan biridir. Dərhal məktəb psixoloquna müraciət etməli, özü isə yalnız şagirdin akademik nailiyyətlərinə diqqət yetirməlidir. Elə orada olduğu kimidir bu fikirdə. Xeyr, dərhal məktəb psixoloquna müraciətdə yanlışdır. Eyni zamanda özünün bu işdən çəkinib ancaq uşaqların akademik nailiyyətlərinə baxması da yanlışdır. Axı bizim uşağın psixoloji problemi var. Akademik nailiyyətlə bağlı bir problemi yoxdur ki, biz akademik nailiyyəti inkişaf etdirək. Bu halda B də yanlışdır. Şagirdlə qeyri-formal ünsiyyət qurmalı, onun özünü rahat hiss edəcəyi, etibarlı mühit yaratmalı və problemi anlamağa çalışmalıdır. Burada belə yazılmışdı əslində. Etibarlı mühit yaratmalı. Elə olduğu kimidir, problemi anlamağa çalışmalıdır. Bəli, düzgün cavab C bəndidir. Qeyri-formal ünsiyyət nədir? Yəni, belə deyək də, onun özünü rahat hiss edə biləcəyi rəsmi yox. Rəsmi yox, qeyri-formal. Nisbətən daha şagirdlə özünü ifadə biləcəyi formada danışmaq. Qeyri-formal burada bu formada nəzərə tutulur. Onun özünü rahat hiss edə biləcəyi bir mühit yaratmalıyıq ki, dəstəkləyici mühit qorunsun. Şagird də deyir, sinif yoldaşları ilə də ünsiyyət qorunmur. Həm də ev tapşırığını yerinə yetirmir. Yəni, problem təkcə onun nə şagird yoldaşla ünsiyyətində deyil, nə də tapşırığında deyil. Problem ümumidir. Buna görə ən gözəli C bəndi. Şagirdi sinif qarşısında daha fəal olmağa çağırmalıdır. Belə bir variant var idi orada, yanlışdır yəni. Daha çox ev tapşırığı vermək də yenə məsuliyyət hissini artırmağa çalışmalıdır. Bəli, orada mötərizədə yazılmışdı ki, ev tapşırığı olaraq şagirdə sosial bacarıqlarını inkişaf etdirmək üçün nələrsə vermək. O biraz çaşdırıcı cavabı idi. Yazırdı ki, bu cümlənin arxasınca sosial bacarıqları inkişaf etdirmək üçün şagirdə nəsə verməliyik biz ev tapşırığı olaraq. Amma o sadəcə onun ünsiyyətin falan inkişaf etdirə bilər. Amma biz bilmədik axı uşağın ev tapşırığı etməməsinin səbəbi nədir? Deməli, burada onun özünü rahat hiss edə biləcəyi mühit daha uyğun bir cavabdır. C bəndi. Situasiya suallarıdır, rahat suallardır. Aşağıdakı fikirlərdən hansı yanlışdır deyir burada. Şagirdlərdə əməkdaşlıq ruhunun formalaşdırılması doğrudur. Şagirdlərə onların potensialına uyğun tapşırıq vermək də doğrudur. Əks əlaqə verərkən konstruktiv düzgün yanaşmaq da doğrudur. Baxın, orada cavab bu idi elə. Yəqin ki, tarix müəllimləri, coğrafiya müəllimlərinin yadındadır. Və bu arada tarixlə coğrafiyada situasiya suallarının hamısı eynidir.
Bəli, bizim coğrafiya imtahanından çıxan 19 kurikulum yazan müdavimimiz var. Aynur xanım, Aynur Salihova. Bu sualların çoxunu onunla müzakirə etmişik və nəticədə 19 doğru yazıb, həmçinin də sualların çoxu üst-üstə düşür. Bir dənə taksonomiya ilə inteqrasiya sualları fərqlidir, mahiyyət etibarilə. Qalan bütün suallar eynidir. D variantı, bir şagird səhv etdikdə ona negativ rəy vermək və bu yolla onu həvəsləndirməyə çalışmaq. Negativ rəy vermək, yəni hamımız bilirik ki, doğru deyil. Negativ rəylə biz şagirdi həvəsləndirə bilmərik. Bu halda cavab D bəndi. Aydındır. Rahat bir sual idi. Sonra 5-ci sualda görək nə deyir. Müəllim şagirdlərə qrup işi verir. İş prosesində müşahidə edir ki, qruplardan birində yalnız bir şagird bütün işi yerinə yetirir. Digər şagirdləri isə fikir bildirmir və prosesdə fəal iştirak etmirlər. Həmin şagird narazılığını bildirməsə də yorulduğu hiss olunur. Bu vəziyyətdə müəllim hansı addım atmalıdır? Situasiya olduğu kimidir. Orada necə idisə, burada da eynidir demək olar ki. Bu suallar bəziləri yaxşı yadımda qalıb. Doğru cavab nə idi orada? Bir sıra variantlar var idi təbii ki. Məsələn, belə bir variant var idi ki, həmin o işləyən uşaqla müəllim fərdi söhbət aparmalıdır. Ona indi yadıma düşür, inanırsız suallar danışdıqca yadıma gəlir. Bayaq bu sualları yazan deyiz, yadıma düşmürdü. Birində deyirdi ki, şagirdlə söhbət aparıb, növbəti dərslərdə onun belə etməsinin doğru olmadığını başa salmaq, belə bir variant var idi. Başqa bir variantda deyilirdi ki, həmin şagirdi qrupdan uzaqlaşdırıb, o şagirdlərin qrupda iştirakına şərait yaratmaq. O da biraz cavaba bənzəyirdi. Amma nə idi yanlış olan? Axı, o şagirdlərin həmin problemi biz aradan qaldırmadıq. Yəni, problemi aradan qaldırmaq lazımdır. Həmişə mən deyirəm, problem varsa onun səbəbi var. Səbəbini tapıb aradan qaldırmaq lazımdır. Bu halda, deməli, cavabımız nə olacaq? Doğru cavab. Bir müəllim növbəti qrup işlərində rolları və vəzifələri şagirdlər arasında bölüşdürməli. Hər bir şagirdin qrup işinə öz töhfəsini verməsini təmin etməli və bunu dəstəkləməlidir. Yəni, müəllim artıq növbəti işlərdə həmin şagirdlərə bir öhdəlik verəcək hamısına. Bir növ vəzifə bölgüsü aparmaq. Mən həmişə nə deyirdim sizə dərslərdə? Deyirdim ki, qrup işlərində problem olanda biz orada uşaqlara məsuliyyət verməliyik hamısına. Normaldır da. İndi buradakı uşaq narazılıq bildirmir. Elə uşaq var ki, narazılığını bildirəcək. Müəllim ədalətli olmaq üçün əvvəlcədən nə etməlidir? Həmin şagirdlərə vəzifə öhdəliyi verməlidir və özü də müşahidə eləməlidir ki, görün bu şagirdlər işləyirmi, çalışırmı, rəy verirmi, sonda obyektiv qiymətləndirə bilsin deyə. Burada da ondan danışır ki, müəllim rollar, vəzifələr verməli, hər bir şagirdin qrup işinə töhfəsini də onlardan istəməlidir. Aydındır? Bu da asan bir sual tipi idi əslində. Yəni, baxın, bizim situasiya kitabında bunlara bənzər və hətta inanın eynisi olan suallar var ki, çəkib göstərəcəm, tətbiqimizdə var. Ayın 14-də də, 15-də də, 16-sında da imtahanlarda istifadə olunan sualların bəziləri bizim tətbiqimizdə yer alır. Tətbiq nədir desəz, kurikulum üzrə bizim sırf kurikulumla bağlı tətbiqimiz var. Elgün Əhmədov kurikulum yazaraq o tətbiqi yükləyə bilərsiniz telefonunuza. Orada həm MİQ, həm sertifikasiya üzrə ayrıca bölmələri var, girib sınaq işləmək üçün. Təbii ki, öz müdavimlərimiz üçündür. Bəzən ödənişsiz də paylaşırıq. Həmçinin də situasiya sualları hissəsi var. Həmin situasiya suallarında bu sualların çoxu eynisi ilə orada öz əksini tapır. Bəli. 6-cı sualda deyilir, qrup işi zamanı şagirdlərdən biri tapşırığı yerinə yetirməkdə çətinlik çəkir və başqa tapşırıq üzərində işləmək istəmədiyini bildirir. Qrup lideri isə həmin şagirdi fəaliyyətdən uzaqlaşdırır. Maraqlı bir sual idi bu da. Bir uşaq işləmək istəmir, başqa tapşırıq istəyir. Və başqa tapşırıq üzərində işləmək istəyirəm. Qrup lideri isə həmin şagirdi fəaliyyətdən uzaqlaşdırır birbaşa və tapşırığı onun yerinə özü həyata keçirir. Bu vəziyyətdə problemin yaranmasının əsas səbəbi nədir? Mən bu sualın birinci cavabını səhv seçmişdim, sizə deyim ki, sonra düzəltdim. Burada B-də yazılan cavab D variantında yazılmışdı imtahanda. Burada yerləri qarışıb. D-də yazılmışdı. Mən onu götürmüşdüm. B-ni götürmüşdüm.
Sonra ikinci səfər çevrilib baxanda mən sualları əzbərləmək üçün oturmuşdum da daha çox. Ancaq onlar üzərində baxırdım. İkinci səfər baxanda gördüm ki, yox, mən səhv eləmişəm. Dəyişdim cavabımı, A bəndini götürdüm. A bəndi doğru cavab idi. Bunu seçməsəydim, B seçsəydim 19 dənə düzün gələcəkdi. Vay vay da deyəcəkdilər, müəllim deyəcək, səhv elədi. A bəndini götürdüm. Niyə A bəndi? Baxın, əslində B də uyğundur. C də biraz oxşuyur, amma yəni bu sualda variantlar biraz bizi saçdıra bilər. Çünki meyarda önəmli bir şeydir. Problem həll etmədə, empatiyada, emosional zəkada. Mən niyə B düşünmüşdüm birinci? Çünki ortada bir problem var. Problemin həll eləyə bilmir. Qrup lideri problemi həll eləyə bilmir. Düşündüm ki, yəqin ki, problem həll etmə bacarığı zəifdir də, yəni bunlarda. Amma sonra baxdım, biraz da dərindən düşündüm ki, empatiya da zəifdir qrup liderində. Çünki o uşaq əziyyət çəkir, çətinlik çəkir, yerini yetirə bilmir. Onunla empatiya qura bilmir. Empatiya qrup özünü onun yerinə qoya bilmir. Dərhal nə edir? Fəaliyyətdən uzaqlaşdırır, onu özü onun yerinə həll edir. Empatiyası da zəifdir. Həm də elə liderlik bacarığı Daniel Golemanın emosional zəkasında verilmişdi. Və orada nə deyirdi emosional zəkada? Deyirdi ki, liderlik, inandırıcılıq, ünsiyyət, verbal, qeyri-verbal ünsiyyət. Bunlar hamısı münasibətlərin daralınması komponentinə aiddir və ən yüksək emosional zəkanı göstərir. Emosional zəkası da zəifdir dedim şagirdin və elə A bəndini seçdim. Cavab da A bəndidir burada. Niyə? Bəs meyar olmaz? Çünki bizə deyir ki, problemin yaranma səbəbini, əsas səbəbini müəyyənləşdirin. Bəlkə də meyarı vermişəm, amma uşaq meyarı siz nə zaman götürərdik bunu? O halda götürərdik ki, uşaqlara tapşırıqları vermişik, amma sonda şagirdlərin hərəsi başqa-başqa işlər görür. Daha doğrusu, meyar verməmişik uşaqlara. Yəni, sizi necə qiymətləndirəcəyimiz deməmişik. Hərə başqa-başqa işlərlə məşğuldur. Məsələn, deyirəm, biri əsərin məzmununu araşdırır. Biri öz mövqeyini bildirməyə çalışır. Digəri yeni yol axtarmağa çalışır. Müəllim də sonda qiymətləndirəndə balanssızlıq yaranır. O halda deyə bilərik ki, müəllim meyar verməli idi. Amma burada meyardan danışmırıq biz. Problem həll etmə uşaqlarda zəifdirmi? Zəifdir. Amma empatiya və emosional zəkanın içindədir problem həll etmə. Ona görə daha dolğun cavab olaraq A bəndini seçəcəyik. Aydındır? Belə. Sonra 7-ci sualımız. Bir də burada yaş səviyyəsinə uyğunluq da var. Bunu da izah edeyim sizə. Niyə deyil? Baxın, deyir tapşırığın məzmunu şagirdlərin yaş səviyyəsinə uyğun olmayıb. Bunu da bəzən müəllimlər götürür. Cavab kimi bunu da seçənlər olub 100% imtahanda. Tapşırığın məzmunu yaş səviyyəsinə uyğun olmayıb. Demir, şagird o yaşına uyğun deyil. Deyir, yerinə yetirməkdə çətinlik çəkir. Biri var desin ki, yerinə yetirə bilmir. Onun potensialından çox çətindir, yaşından çətindir, amma onu demir ki, bilmir, deyir, yerinə yetirmək çətinlik çəkir. Yəni, cəhd eləsə, əgər qrup lideri ona bir həvəs versə, motivasiya versə, bəlkə də o bunu bacarardı. Ona görə yaş səviyyəsi olmayacaq burada. Bunlar da olmayacaq, cavab A bəndi. Vaxt mı kifayət eləməyib? Yox, vaxtdan ümumiyyətlə söhbət getmir, bu da səhvdir. Növbəti sualımız. 7 nömrəli sualda. Demək olar ki, sualların 90%-ni çıxartmışam. Yadımda qalıb, yazmışıq. Burada deyilir ki, müəllim şagirdlərdə birgə öyrənmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək istəyir. Bu məqsədə nail olmaq üçün müəllimin hansı addım atması yanlış olardı? Əgər birgə öyrənmə və əməkdaşlıqdan danışırıqsa, hansı yanlış olardı deyir. Şagirdlərin əməkdaşlıq şəraiti işləməsinə imkan yaratmaq yaxşı bir şeydir. Bu mane olmaz, bizdən yanlış istəyir. Şagirdləri birgə problem həll etməyə təşviq etmək də, birgə problemdə bir sıxıntı yoxdur. Şagirdlərin bir-birinə konstruktiv əks əlaqəsi də düzdür. Hər bir şagirdin qrup işinə töhfə verməsində düzdür. Orada da elə E bəndində yazılmışdı bu variant. Yadındadır müəllimlərin yəqin ki, deyil. Şagirdlərin bir-birinə emosional rəy verməsinə şərait etmək çox asan bir cavabdır. Mən həmişə öz dərslərimdə demişəm, emosional rəy şəxsiyyətə yönəlik rəydir və doğru hesab olunmur. Emosional yox, desəydi ki, şagirdlərin bir-birinə idraki fəaliyyətə yönəlik rəy verməsi bu doğru olardı.
gələcəyə yönəlik, nə bilim spesifik, bunlar doğru olardı. Amma emosiyalara yönəlik və ya şəxsiyyətə yönəlik və ya keçmişə yönəlik, bunlar hamısı yanlışdır. Cavab Y bəndi. Sonra növbəti sual. Şagirdlərdən biri dərsə maraq göstərmir, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir, müstəqil öyrənməyə həvəsli deyil. Baxın, bu sualın eyni bir tipi, variantları fərqlidir, amma cavab orada fərqlidir. Bizim tətbiqimizdə yer alıbdır. Bizim kitabımızda da var, tətbiqimizdə də var. Eyni sual tipidir. Baxın, mənim müqavimlərim bilir. Orada da deyir ki, müstəqil öyrənməyə həvəsi yoxdur. Variant fərqlidir sadəcə. Amma şərt eyni ilə, çünki orada biz yanlış olanı istəmirik. Orada biz doğru olanı istəyirdik. Burada yanlış olanı istəyir. Bizim kitabda doğru olanı istəyir. Kitab burada yoxdur, yoxsa göstərərdim. Burada isə yanlış olanı istəyir. Bir dənə fərq budur. Aydındır. Bir dənə fərq budur. Yanlış olardı. Şagirdin maraq və potensialını nəzərə almaq təbii ki, yanlış deyil. O cür tapşırıq vermək. Müstəqil fəaliyyətə həvəsləndirmək yanlış deyil. Nailiyyətini mərhələli izləmək yanlış deyil. Müxtəlif təlim üsullarından istifadə etmək yanlış deyil. Amma burada nə deyir? Burada E bəndi, imtahanda C bəndi idi deyəsən. Nə deyir burada? Sonuncu variantda. Deyir, şagirdi daim nəzarətdə saxlamaq və hər səhvində dərhal müdaxilə edərək bütün həll yolunu izah etmək. Bilirsiniz necə idi orada demək olar ki, yadıma düşür. Deyirdi ki, şagird başlığı belə idi cümlənin. Hətta başlığı elə idi ki, aldadıcı idi. Deyir, şagirdlərin maraq və tələbatını ödəmək üçün məsələn belə bir başlıq var idi. Ona baxanda elə bilirdin ki, hə, düzdür. Şagirdin maraq, potensialını nəzərə almaq. Belə idi bu cümlənin başlığı. Maraq və potensialını nəzərə alaraq şagirdi nəzarətdə saxlamaq, daim nəzarətdə saxlamaq. Bu cümlənin ikinci hissəsi idi. Maraq və tələbatını nəzərə alaraq şagirdi daim nəzarətdə saxlamaq və hər səhvində, yəni şagird hər səhv eləyəndə dərhal ona izah vermək, səhv eləməsin deyə izah vermək. Yanlış cavab bu idi. Çünki daim uşağa izah vermək də yanlışdır. Onu çox nəzarətdə saxlamaq da bu bir növ gəlir artıq çox qabardılı şəkildə olur. Ona görə E bəndi. Bu da asan suallardan biri idi elə. Yəni müəllimin fasilitasiya bacarığına ziddir. Fasilitator müəllim daim nəzarətdə saxlamaq deyilən bir şey yox. Müəllim sinfi müşahidə edər, izləyər, şagirdlərin nailiyyətini təhlil eləyər, onlara yeri gələndə lazım olduqda rəy verər, müdaxilə eləyər, səhvlərindən öyrənməyə şərait yaradar və s. Deməli, cavab Y bəndi. Növbəti sualımız. Kolberglə bağlı bir sual idi. Kolberglə bağlı bir sual tipi idi bu. Mənəvi inkişafla bağlı, bayaq dediyim kimi. Mənəvi inkişafla bağlı bir sual tipi. Burada gəlin görək nə deyir. Deyir ki, bu situasiyanı mən öz əyani dərslərimdə müdavimlərimə həmişə demişəm. Baxın, eyni mənim dediyim cümlədir. Ki, orada öz əksini tap. Tətbiqimizdə də var bu cümlə. Tapıb atacağım sizə. Deyir, müəllim şagirdlərə belə bir situasiya təqdim edir. Bir şəxs oğurluq edərkən tutulur, yəni siz tutursunuz. O sizə deyir ki, bunu öz tələ etməyib, xəstə övladına kömək etmək üçün oğurluq edib və polisə xəbər verilməməsini xahiş edir. Digər tərəfdən isə oğurluq edilən şəxsə qarşı haqsızlıq olunub. Yəni, həmin oğurluq olunan şəxsə haqsızlıq olunubdur. Deyir, şagirdlər situasiya ilə bağlı fikirlərini bildirirlər. Biz nə edirik? Situasiya ilə bağlı şagirdlərin fikirlərinə uyğun cavablar axtarıb tapırıq. Birinci tapmalıydıq orada nəyi? Birinci mənəvi inkişafın hansı mərhələsində olduğunu tapmalıydıq. Burada birinci və ikinci şagirdi tapacağıq. Oğurluq etmək düzgün deyil. Baxın, orada belə yazılmış ki, oğurluq etmək ümumiyyətlə düzgün deyil. Hətta belə bir cümlə də var ki, bunun ardında. Deməli, oğurluq etmək düzgün deyil, amma bəzən biz həmin adama övladı, yəni xəstə olub deyə haradasa səhvin keçə bilərik. Belə bir cümlə var idi. Deyir, ancaq bu adamın övladı xəstədirsə, onun vəziyyətini də nəzərə almaq olar. Elə burada kimi. Var, gələ eyni cümlədir. Bu hansı mərhələ olacaq? Bu, məncə, sosial müqavilə kimi düşünmüşdülər orada. Sosial müqavilə mərhələsi Kolbergdə. Niyə? Çünki ədalətli davranır. Deyir, bəli, uğurluq eləmək olmaz. Düzgün deyil. Amma o adamın da vəziyyətini düşünmək olar ki, övladı xəstə idi. Ona görə səhvini keçmək olar.
Bu artıq nədir? Sosial müqavilə, ədalətlilik. Biz sosial müqavilə nə demişdik? Ədalətlilik prinsipi üzərindən qurulurdu. Ədalətli. Bu ədalətli yanaşır. İkinci cümlədə nə deyir? Bir olacaq sosial müqavilə. İkincidə deyir ki, nə olursa olsun oğurluq etmək olmaz. Qanunu pozan cəzalandırılmalıdır. Olduğu kimi, orada olduğu kimi elə cümləni bura köçürmüşük. Əks halda başqaları da bunu təkrarlaya bilər. Bu isə səlahiyyət və sosial nizamın qorunmasıdır. Baxın, ikinci şagird səlahiyyət və sosial nizamın qorunması mərhələsindədir. Sosial nizamın qorunması. Mənəvi inkişafın 4-cü mərhələsidir. Birinci şagird amma mənəvi inkişafın 5-ci mərhələsindədir. Bu 5, bu isə 4-cü mərhələdədir. Sosial müqavilə, yəni sosial razılıq, sosial müqavilə mərhələsi. Ədalətli axtarışındadır, bu isə qayda qanun adamıdır. Buna uyğun cavab axtarırdıq. Cavab da elə A bəndində verilib burada. Şagirdin fikrinə uyğun variant seçirik. Cavab elə A bəndidir. Bir dənə uzun suallardan biri buydu tarix coğrafiyada. Birinci şagird, qaydalar vacibdir, lakin insan hüquqları və ədalət baxımından bəzi hallarda vəziyyət nəzərə alına bilər. Sosial müqavilə mərhələsidir. İkinci şagird, qayda qanunlara əməl olunmalıdır ki, cəmiyyətdə nizam təhlükəsizlik qorunsun. Bunun cavabını orada biraz fərqli yazılmışdı. Burada biraz fərqli. Situasiya eynidir, amma cavab biraz fərqlidir. Amma mahiyyət etibarilə dediyim kimi, qaydaların vacibliyini düşünürdü birinci şagird. Sosial müqavilə. İkinci şagird də qayda qanunlara əməl olunmasını deyirdi ki, xaos yaranmasın. Çünki başqaları da baxıb təkrarlayacaq. Belə bir variant var idi orada, buna oxşar. Aydındır müəllimlər. Belə. Sonra növbəti sual. Qiymətləndirmə ilə bağlı bir sual idi. Variantlar əslində çox asan idi. Belə nəyə görə çox asan idi? Hərəsinin içində bir dənə asar söz var idi. Bir müəllim gündəlik dərs prosesində. Buradan aydın olur ki, söhbət hansı qiymətləndirmədən gedir. Təbii ki, formativ. Qiymətləndirmə formativdir. Bir müəllim gündəlik dərs prosesində şagirdlərə qrup işi təşkil edir. Onların fəaliyyətini izləyir, səhviyyətdə düzgün istiqamət verir, şagirdlərin öz səhvlərini özlərinin düzəltməsinə şərait yaradır və s. Bu nümunə qiymətləndirmə ilə bağlı hansı yanaşmanı ifadə edir? Bir müəllim yalnız yekun nəticəyə əsasən qiymətləndirmə aparır. Sırf yekun nəticə deyil axı. A səhvdir. Müəllim əsasən qısa müddətli nəticələrin qiymətləndirməsini verir. Qısa müddətli də deyil, B də səhvdir. Müəllim yalnız nəticə yönümlü qiymətləndirməyə diqqət yetirir. Bu da səhvdir. Ancaq nəticədən danışmır axı. D variantı. Bir müəllim təlim prosesini davamlı izləyir, şagirdlərə geri bildirim verir və onların inkişaf dinamikasını dəstəkləyir. Amma bu variantı ilə doğru cavab orada da. Geri bildirim verir, fəaliyyəti izləyir, eynisi ilə situasiyada olduğu kimi. Geri bildirim verir şagirdlərə, yəni səhv eləyəndə istiqamət verir və inkişaf dinamikasını dəstəkləyir. Elə cavab da D variantı idi. Müəllim yalnız düzgün cavabları qiymətləndirərək səhvləri nəzərə almır. Bu da ümumiyyətlə situasiyada yoxdur. Cavab D bəndi. Çünki əgər söhbət formativdən gedirsə, asan bir sual, fəaliyyətin izlənilməsi və geri bildirim. Bir dənə uyğun cavab D variantı, qalanlar hamısı səhvdir. Əlaqəsiz cavablardır. 11. Bu da maraqlı bir situasiya sualı idi. Bir qrup işi zamanı şagirdlərdən biri zəif nəticə göstərir. O işini düzgün planlaşdıra bilmədiyi üçün tapşırığı yerinə yetirməkdə çətinlik çəkir. Bu situasiyada birəbir eynidir imtahandakı ilə. Qrup yoldaşlarından biri isə ona belə deyir. Gəl bu işi birlikdə yerinə yetirək, fikirlərimizi bölüşək. Bu hər ikimizin inkişafına kömək edəcək. Bir bu situasiyada kömək edən şagird hansı fikir doğurdu onun haqqında? Kömək edən şagird nə edir? Gəl birlikdə işləyək. A bəndə deyir ki, şagird qapalı düşüncə tərzinə malikdir, lakin mənəvi dəyərləri önəm verdiyi üçün yoldaşına kömək edir. Burada ümumiyyətlə mənəvi dəyərdən söhbət getmir. Bu uşaq özü ilə bağlı, öz fəaliyyətinə bağlı da irəliləyiş əldə etmək istəyir. Bu mənəvi dəyər deyil. Ona ümumiyyətlə həm də qapalı düşüncə deyil, açıq düşüncədədir ikinci şagird. Səhvdir. Şagird açıq düşüncə tərzinə malikdir. Əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin,
hər iki şagirdin inkişafına töhfə verəcəyini düşündüyü üçün birləşməyi təklif edir. Bəli, bu doğru variantdır. Açıq düşüncə tərzinə malikdir. O bilir ki, əməkdaşlıq etsə daha yaxşı nəticə əldə edə bilər. Aydındır? Çünki burada deyir ki, qrup yoldaşlarından biri isə ona belə deyir. Gəl birlikdə işləyək, bu hər ikimizin inkişafına töhfə verəcək. Hər ikimizin deyirsə, burada elə hər iki şagirdin inkişafına töhfə verəcəyini düşünür. Ona görə də elə ən uyğun variant da B variantı olur. Şagird açıq düşüncə tərzinə malikdir. Əməkdaşlığın və qarşılıqlı fikir mübadiləsinin hər iki şagirdin inkişafına töhfə verəcəyini düşündüyü üçün birlikdə işləməyi təklif edir. Bundan gözəl cavab yoxdur. Bu niyə yanlışdır? Şagird açıq düşüncə tərzinə malikdir və emosional intellekti yüksək olduğuna görə yoldaşını idarə etməyə çalışır. Yoldaşını idarə edir. Bu belə deyil əslində. Çalışır yox. Yoldaşını idarə edir idi bu söz. Aha. Deyir ki, açıq düşüncə tərzinə malikdir. Biraz uyğun cavabdır əslində. Amma niyə səhvdir? Emosional intellekti yüksək inkişaf edibmi? Edibdir. Çünki özünü idarə edə bilir. Amma emosional intellekti güclü inkişaf edib deyə yoldaşını idarə edir sözü yanlışdır. Yoldaşını idarə etmir. Niyə? Hələ heç yoldaşı onunla razıdırmı, razı deyilmi bilmir ya. Sadəcə həmin şagirdin fikrindən danışırıq biz. Onun bir dənə fikrini bilirik biz. Biz bilmirik ki, o şagird razılaşdı mı, razılaşmadı mı? Situasiyadan danışır. Situasiyada yoxdur onu idarə etməsi. Səhvdir. Aydındır? Ya şagird yalnız qrupun yüksək nəticə edilməsi üçün o yoldaşına kömək edir. Yox. Onun bir şəxsi belə bir istəyi yoxdur ki, yəni bir nəyinsə qarşılığını eləsin. Şagird yoldaşının yerinə tapşırığı özü yerinə yetirməyin daha məqsədli hesab edir. Bu da səhvdir. Deməli, B variantı ilə ən optimal cavabdır. 12. Bu arada sentyabr qruplarımıza qeydiyyat davam eləyir. Bayaq qeyd elədiyim nömrə ilə əlaqə saxlayaraq qruplarımız haqqında ətraflı məlumat ala bilərsiniz. 0 50 697 78 33 nömrəsinə yazaraq həm əyani, həm də onlayn dərslərimiz mövcuddur. Əyani dərslərimiz elmlərdə həyata keçirilir. Padişah restoranına üzbəyüz yeni kursumuz var. Onlayn dərslərimiz də ölkənin istənilən bölgəsindən qoşula bilərsiniz. Müsahibə dərslərimiz də mövcuddur. İstər sertifikasiya, istər MİQ üçün. Bir də bağça müəllimlərinin hazırlıqlarını keçirik. Bağça müəllimlərinin də hazırlığı mövcuddur kursumuzda. Belə. Şagirdlərin tənqidi təfəkkürü. 2 dənə təfəkkürlə bağlı sual var idi. Maraqlı suallar idi. Tənqid təfəkkürünü inkişaf etdirmək üçün müəllimin hansı yanaşması daha doğrudur? Burada 2 dənə cavab var idi. Bir-birinə çox yaxın idi. 2 variant arasında qala bilirdi orada. Görüm hansı harda verilir bu variant. Şagirdlərə müxtəlif situasiyalar təqdim etmək və onların yeni baxışlar yaradıcı təfəkkürdür. Buna görə bunu silirik, yaradıcı heç nə yoxdur burada. Şagirdlərə fikir əsaslandıra biləcəkləri situasiyalar vermək, lakin onlardan əks arqument irəli sürməməyi və yalnız öz mövqelərini bildirməkdir. Bax, bu cavab. Bu cavab bizi çaşdıra bilən cavab idi başlığına görə ya. Şagirdlərə fikir əsaslandıra biləcək situasiyalar vermək. Bura qədər doğrudur. Fikir əsaslandıra biləcəkləri situasiya vermək hissəsinə qədər doğrudur. Niyə? Çünki fikir əsaslandırmaq tənqidi təfəkkürdür, bəli. Amma ardı səhvdir. Lakin onlardan əks arqument irəli sürməməyi. Axı tənqidi təfəkkürü inkişaf etdirmək istəyiriksə, orada uşaq sərbəst olmalıdır, fikirlərin sərbəst rahat ifadə eləməlidir. Əgər buradakı kimi əks arqument deyə bilməyəcəksə, müəllim icazə vermirsə, o tənqidi təfəkkürü yaxşı inkişaf eləməyəcək. Həmçinin də yalnız öz mövqelərini bildirməyi tələb edir. Bəlkə şagird öz mövqeyindən əlavə başqa bir mövqedə bildirmək istəyir. Başqasının mövqeyini də fikri bildirmək istəyir. Buna görə bu səhv bir variant idi orada. Şagirdlərə problem situasiyaları təqdim etmək, onları araşdırmaq, istiqamətləndirmək və öz mövqelərini formalaşdırıb ifadə etmələrinə şərait yaratmaq. Elə bu doğru cavabdır. Amma burada necə idi? Düzgün şəkildə. Şagirdlərə sadə, bu söz burada yazılmayıb, sadə problemli situasiyalar təqdim etmək. O sadə problemli situasiya sözü bizim məntiqi təfəkkürə aparır. Sadə problem. O sadə problem sözü aldada bilərdi sizi. Bəlkə də kimlərisə aldadır. Çünki sadə yolla problemi həll etmək məntiqi təfəkkürə aid. Amma sadəcə sadə yolla problemi həll elə demirdi burada. Həm də deyirdi ki, onları araşdırmaq və öz mövqelərini formalaşdırıb ifadə etmək. Hətta öz sözü yox idi burada. Mövqelərini formalaşdırıb ifadə etməyə şərait yaratmaq.
Yəni mövqelərini formalaşdırsınlar. Lap öz sözün qoya-qoya fərqi yoxdur onsuz da. Əsas olaraq nədir? Sadə situasiyalar təqdim eləmək, sadə problem və onların mövqelərini bildirməyə şərait yaratmaq. Bu tənqid təfəkkürü inkişaf etdirən bir cavab olacaq. Buna görə də elə C bəndi. Aydındır? Sadə situasiyalar verib, mövqelərini bildirməyə şərait yaratmaq. Yalnız müəllimin təqdim etdiyi nümunələri əzbərləmək səhvdir. Yalnız bir düzgün cavab olan tapşırıq vermək, alternativ yol istəməkdə səhvdir. Alternativ yol yaradıcılıqdır, buna görə də bu da olmayacaq. Cavabımız C bəndi. Növbəti suala baxaq, gəlin. Sən sual çox getdim deyəsən. 13. 12-yə baxdıq. 13. Hə. Şagirdlərə belə bir tapşırıq verilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının beynəlxalq şəraitlə yoxsa daxili siyasətlə bağlı olduğunu müəyyənləşdirin. Hə, bu 2 nömrəli sual idi imtahanda, tarix imtahanında 2 nömrəli sual idi. Burada anlamaqla təhlil arasında qalmışdı müdavimlər. Mən özüm də elə anlamaqla təhlil arasında var-gəl elədim. Niyə? Çünki deyir, Xalq Cümhuriyyətinin yaranma səbəblərini araşdırın, sonda deyir, izah edin, ümumiləşdirin. Amma həmişə sizə dediyim qayda bu imtahanda 2 sualda özünü göstərdi. İdrak taksonomiyasında, hər zaman testlərin tərkib hissəsində yüksək mərhələnin cavabı seçilməlidir. Yüksək mərhələ nədirsə o da cavabdır. Əgər burada anlama da var, təhlil də varsa, həmişə dediyim kimi, cavab təhlil götürüləcək. Mən müdavimlərə deyirəm ki, xahiş edirəm, imtahandan gələndə sual təhrif eləməyin, olduğu kimi çatdırın. Təhrif olunan suallarda doğru cavab səsləndirə bilmir təlimçiniz. Mən şəxsən təhrif olunmuş suallarda doğru cavab verə bilmirəm. Neyniyim mən? Necə verim? Bu sualı mən özüm gedib görməsəydim, kimsə mənə desəydi ki, ay müəllim, orada deyirdi ki, izah eləyin, ümumiləşdirin, deyərdim ki, o sual səhvdir onda. Düzdür? İzah eləyin, ümumiləşdirin. Amma özüm getdim, gördüm ki, orada əsas məqamları da istəyirdi. O zaman artıq cavabımız təhlil etməkdir. Deyir, əsas məqamları qeyd edin. Yəni, beynəlxalq şəraiti və daxili siyasəti ayrıca hissələrə ayırıb üzərində işləyəcəyik deyə bu təhlil etmə mərhələsidir. Sonra da həmin təhlil etdiyimiz işi izah edib ümumiləşdirəcəyik. O olacaq anlamaq. Əgər bir testin içində 2 səviyyə aid xüsusiyyət varsa, həmişə idrak taksonomiyasında iyerarxik quruluşa uyğun olaraq yüksək mərhələ seçiləcək. Olacaq nə? Təhlil etmə. Bu yaxınlarda ibtidai sinif müəllimlərinə belə bir sual düşmüşdü. Tətbiq və anlamaq arasında qalmışdı müəllimlər. Çoxu deyirdi ki, bəs bunun üçün tətbiq də var. Amma orada ümumiyyətlə tətbiq yox idi. Birbaşa proses anlamaya yönəlmişdi. O sualı bilmirəm, izah etmişəm ya etməmişəm. Edəcəm inşallah. O sual birbaşa anlamaya yönəlmişdi, cavab anlama çıxmışdı orada. Amma orada tətbiq yox idi. Tətbiq olan yerdə biz heç vaxt anlama götürə bilmərik sualın cavabını. Yəni, mənim bildiyim kurikulum belədir, taksonomiya belədir. Əgər ki, hansısa imtahanda həqiqətən elə götürülürsə, o yanlışdır. 100% yanlışdır. Ola bilməz. Burada görürsünüz, əsas məqam təhlil. Cavab da təhlil etmə mərhələsidir. Sonuncu suallarımıza gəlin, baxaq. Burada coğrafiya fənni ilə bağlı bir dənə sual var. 15-də nə deyir? Bu sırf elə şeylə bağlıdır. Bu, coğrafiya müəllimlərinə düşən taksonomiya sualıdır. Azərbaycanın dağlıq və düzən relyefinin xüsusiyyətlərini müqayisəli şəkildə təsvir edin. Bu relyef formalarının ölkənin kənd təsərrüfatı strukturu və əhalinin məskunlaşma dinamikasına təsirini spesifik nümunələrlə izah edərək görürsünüz. Tarixədə, coğrafiyada eyni mahiyyətli sual düşüb. İkisində də cavab təhlil etmək çıxıb. İkisinin sözü fərqlidir sadəcə. Orada bayaq tarixdən danışırdıq, burada coğrafiyadan danışırıq. Amma yenə də nə deyir? Deyir, əhalinin məskunlaşan dinamikasına təsirini, bu təsir təhlil etmək mərhələsidir. Təhlil. Və izah edərək proqnozlaşdırın. İzah eləmək də ki, anlamaqdır. Görürsünüz, yenə burada da anlama götürmürük. Təhlil etmək götürürük. Çünki situasiyada sadəcə faktları sadalamaq yox, relyef ilə təsərrüfat, əhali arasında səbəb-nəticə əlaqələrini qurmaq və gələcəyə dair proqnoz vermək tələb olunduğu üçün bu mərhələ üçün nədir? Təhlil etmə mərhələsi spesifikdir. Və burada yaradıcılıq da yoxdur. Düşünərsiniz ki, proqnoz vermək yaradıcılıqdır. Yox. Olan bir şeylər üzərindən mən proqnoz verirəm. Aydındır. Təhlil edib, təhlil ediyim şeyin üzərindən proqnoz verirəm.
mən yeni nəsə yaratmıram. O halda proqnoz vermək yaradıcılıq olardı ki, deməzdi bunları araşdır, təsirinə görə proqnoz ver. Deyərdi ki, özün nə isə proqnozlaşdır gələcəklə bağlı. Bu olardı yaradıcılıq. Və bir dənə də sual var burada. Bu da coğrafiya ilə bağlıdır. Bu da eynisi ilə tarixdəki sualın mahiyyətidir. Bayaq dediyimi, həmin tarix fənni izah edəndə sualların ki, aşağıda 4 dənə xüsusiyyət var idi. Burada baxın yazmışıq onlar coğrafiya üçün. Şagirdə kənd təsərrüfatı məhsuldarlığının göstəricilərini araşdırmaq və nəticələri qrafik formada təqdim etmək tapşırılır. Tapşırığı yerinə yetirərkən aşağıdakı məqamları nəzərə alınmalıdır. Meteoroloji məlumatları internetdən toplamaq, meteoroloji məlumatlarla bağlı qrafikləri hazırlamaq, coğrafi mövqeyini və iqlim amilinin təsirini nəzərə almaq, məlumatı diaqramlar şəklində hazırlamaq. Burada bayaqki sualda Azərbaycan dili ilə əlaqələndirilmişdi tarix. Burada isə informatika və riyaziyyatla əlaqələndirilib. İnternetdən məlumat toplayıb qrafik hazırlamaq, diaqramlar qurmaqdakı riyazi bacarıqlar. Yəni riyaziyyat, coğrafiya, informatika əlaqəsini görürük burada. Fənlər arası inteqrasiya ona görə də var. Fən daxili inteqrasiya, coğrafiya fənnin məzmun xəttləri əlaqələndirilir. İqlim, iqtisadi coğrafiya bir-birinə əlaqələndirilir. Ona görə də olur nə? Fən daxili inteqrasiya. Cavab fən daxili və fənlər arasıdır burada da. Və doğru cavab da bu çıxmışdır. Belə, bir də tarix müəllimlərində coğrafiyada da yəqin ki var olsa, amma yox, coğrafiya biraz fərqli ola bilərdi. Tarix müəllimlərində belə bir sual var idi. Orada da yenə eyni ilə gəlib mənə müdavimlər desəydi ki, ay müəllim, bu söz var idi orada sualın içində. Mən deyərdim ki, o təhlil etmə mərhələsidir. Amma özüm sualı gördüm tam şəkildə. Sual necə idi? Deyirdi ki, şagirdlərə taksonomiya ilə bağlı. Deyir ki, şagirdlərə tapşırıq verilir. Deyilir ki, sizcə filan hadisələr var. Bu hadisələri nə bilim şagirdlər öz tərəflərindən araşdırırdılar və ən sonunda belə bir söz var idi. Faktlarla əsaslandırın. Faktlarla əsaslandırın. Sonda belə bir söz var idi. Faktlarla əsaslandırın. Biz bilirik ki, faktlarla əsaslandırmaq bir çox yerlərdə təhlil etmək mərhələsi götürülür. Təhlil etmək. Bəli, o sualda da bir çox müdavim təhlil etmək yazır. Amma cavab təhlil etmək deyil. Niyə? Çünki o cümlənin başlığında sizcə, yadımda qalmayıb nəyi soruşurdu? Sizcə, vergül nəsə gəlirdi ardınca. Birinci öz mövqələrini soruşur. Bayaq dediyim qayda yenə bura şamil olunacaq. Öz mövqələrini soruşduğuna görə dəyərləndirəcəklər. Dəyərləndirəndən sonra təhlil eləyəcəklər. Faktlara əsaslanaraq fikir yürüdəcəklər. Bəli, orada təhlil də var, dəyərləndirmə də var. Cavab olaraq nə götürürük? Dəyərləndirmə. Niyə? Çünki dəyərləndirmə bir pillə yuxarıdır təhlildən. Bu halda biz təhlil götürə bilmərik o sualda, dəyərləndirmə götürəcəyik. Belə dəyərli müəllimlər. Siz də kurikulum üzrə çoxlu situasiyalar işləmək istəyirsinizsə, həmçinin də baxın bu söhbət bəzən deyirlər, nə bilim minlərlə sual verəcəyik, 10 minlərlə sual. Bunlar hamısı köhnə suallardır, çoxu baxırsan ki. Ya elə sağ olsun time sual yazır, hamı götür oradan kopyalayır, sual hazırlayır. Yox. Yeni situasiyalar, yeni fərqli yanaşmalar görmək istəyirsinizsə, həqiqətən MIQ formatında oxuyub anlamaya əsaslanan, mövzuların daha dərinləşdirilmiş suallarını görmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Tətbiqimiz var, orada xeyli sayda suallar var, kitabımız var, situasiya kitabı. Baxın, imtahanda yenə deyirəm, istifadə olunan suallardan 4-5-i bizim kitabımıza uyğundur. Bunu mənim müdavimlərim imtahana çıxanda deyib, səslərini də paylaşacağım. Ki, müəllim, bəs sizin sualın eyni sual idi. Ən azı 4-5 dənə sual deyilib mənə. Ona görə də dərslərimizə qoşula, yararlana bilərsiniz. Biz sizə keyfiyyətli tədris söz veririk. Niyə? Çünki biz bunun əziyyətini çəkirik. Canlı dərslər keçirik, sual cavablar, müzakirələr. Yalnız video atmırıq qruplara. Video izahlarımız da var, PDF-lərimiz də var, hamı kimi, testlərimiz də var, hamı kimi. Amma canlı dərsimizi də qururuq. Sual cavab müzakirələri təşkil edirik. Bu cür dərslərdən yararlanmaq üçün bayaq qeyd eləmişdim, nömrəni bir daha qeyd edirəm. 050, bu dəfə fərqli rənglə yazım. 697 78 33 nömrəsinə yaza bilərsiniz. Elgün Əhmədovda soyadım. Yeni izləyənlər üçün deyim, həm də kanalımıza abunə olun. Videolarımızı bəyənin ki, növbəti izahlardan yararlana biləsiniz. Belə dəyərli müəllimlər.
İmtahan adı üstündə imtahandır. Kimi uğur qazanar, kimi uğursuzluq yaşayar. Mən özüm 3 dəfə MİQ imtahanında iştirak eləmişəm. 2020, 21, 22. Əsgərlikdən gəldim, girdim imtahana. Sonra bir də 3 dəfə. İxtisasdan həmişə uğursuzluq yaşayırdım. Yüksək nəticə toplaya bilmirdim. Sonda topladım. O vaxt üçün normal bir bal topladım. Girdim işə. Müəyyən bir müddət işlədim, sonra ayrıldım. Siz də yəni çalışaraq, uğursuzluqdan qorxmayaraq, çəkinməyərək, bunun bir motivasiya sözü kimi görə bilərsiniz, amma mən öz həyatımdan danışıram. Mən öz həyatımdan danışıram ki, mən bunu eləmişəm, siz də eləyə bilərsiniz. Hardansa başlamaq lazımdır. Bəzən deyirlər ki, müəllimlikdə nə var? Getdim məktəb işdən pul qazandım. Hardansa başlamaq lazımdır. Sənin 500 manat gəlirin olmalıdır ki, orada nəsə gedib iş görə biləsən. Bir kiçik də olsa özünə nəsə şərait yarada biləsən. Ona görə də çalışmaq, həqiqətən əzmli olmaq lazımdır. Mən demirəm, gedin hökmən müəllim kimi işləyin. O qədər peşələr, sahələr var ki, amma sevdiyiniz işlə çalışın. Mən metodikanı sevməsəm, inanın bir gündə burada qalmazdım. Metodikanı sevdiyim üçün çalışıram. Mən düzgün yolu öyrətmək üçün buradayam. Metodika ilə bağlı yanlışları öyrətmək üçün buradayam. Mən qəbul eləmirəm o yanlış izahları. Mən qəbul eləmirəm insanların metodikaya qarşı o yanlış düşüncəsini. Mən istəyirəm ki, düzgün şəkildə qavrayaq. Baxın, görürsünüz, suallar getdikcə düzəlir. O əvvəlki kimi əndirabadi suallar salmırlar. Niyə? Çünki təkmilləşir. Və çətin bir şey yoxdur burada. Hər birinizə uğurlar olsun, sağ olun, salamat qalın.